Salam aleykum, hamını yeni videodan salamlayıram. Videonun başlığından da gördüğünüz kimi yeni maşın gəzdirmişəm. Bu günlərdə dekabrın ayının 19'udur. Maşınımız BYD Destroyer 05'dir. Yəqin ki hamıya tanışdı bu maşın. Ama yenə də bizdən demək. Hal-hazırda maşını işə saldım, en azından ışıqları yandırdım. Maşına 14%'e düşmüştü diye elə on-off'u basan kimi artıq maşın işə düşdü. Yəqin ki bir 20%'e gələnə kimi gördüyünüz kimi 16%'dir. Maşın qızacaq. Akşam vaxtına düşdüm deyə zədələri görə bilmirəm. İnşallah ki zədəsi olmaz. Maşının artıq hər şey alınıb. Bir dənə nömrələr də o da alınıb indi. Xeyirli olsun yeni sahibinə, amma mənə yox. İnşallah maşınımızı növbəti ildə satışa çıxaracağıq. Çünki bildiyiniz kimi yəni yanvarın 1-dən 99%, yəni deyilənlərə əsasən 99% ki bu maşınların qiymətləri qalxacaq. Yəni bütün hibrid, plug-in hibrid avtomobillərinə aiddir. Bizim də maşınımız xeyirli olsun. Ümumi qiyməti deməyəcəm, amma bu terminal xərcləridir, nədir falan, bunları təxminən sizə deyəcəm ki, xərclərinizi biləsiniz, amma inanmıram ki kiməsə bundan sonra faydalı olar. Çünki artıq 12 gündən sonra yeni ilə qədəm qoyuruq və bu qiymətlər artıq keçmişdə qalacaq, amma keçmiş qiymətlər necə olub onu biləcəksiniz. Qiymətlər üzərimdə deyil, orada kağız var, orada hamısını yazmışam. İnşallah maşın qızsın. Maşını da birbaşa sürüb aparacağım servisə yoxlanılması üçün. Tam olaraq yoxlatdıracağım və nələri yoxlamaq lazımdır onları da sizə bildirəcəm. Kimsə maşını axtarır, o maşın da buradadır. Bu da qara Destroyer'dir. Əlqərəz, nələri yoxlatdırmaq lazımdır ilkin olaraq maşını aldıqdan sonra onlar haqqında da sizə məlumat verəcəm. Biri də burada da axtarışdadır bunlar desin. Terminalda yəni olmayan qədər maşın var. Yəni bir ay bundan qabaq burada çəkilişləri bilməm görmüşdünüz yoxsa yox. Çəkilişlərdən də bəlli idi ki maşınlar yox idi. Hal-hazırdasa maşınların sayı hesabı yoxdur. Demək maşın artıq dediyim kimi 20%'ini doldurdu və dayandı. Belə işığın yoxlamağa dəyməz. İndi sürməkdə də əsas məqsədim odur ki, evə qədər sürüm, həm yoxlayım görüm bir problem varmı yoxmu. Baxmada bir ildə maşını sürmüşük. Artıq Destroyer'ı bilirik nə var nə yox. Bir də ekranımız da belədir. Demək burada həm mikrofona, həm местоположение 12 aylıq müvəqqəti icazə verib. Okey verəndən sonra maşının ekranı açılır. Bu ilkin olan şeylərdir. Və buradan da avtomatik dilini dəyişirsiniz. İngilis dilinə keçirirsiniz. Buradan da artıq baxa biləcəksiniz. Proqramlaşdırmanı da proqramlaşdıracağım inşallah. Hazır təhvil verəcəm. Bu arada maşın stoykasında da indi sizə sonra videoda yadıma bilməm düşər düşməz. Qabağınızdan deyim ki maşın 2025-ci il 10-cu aydır. Və maşında heç bir fərq yoxdur. Bir də sizə üzərində gələnləri də göstərim. Yəni tam birinci maşında nə gəlmişdirsə hamısı var. Bizdə demək jiletkadır, 3 bucaqdır, şarj aparatıdır. Bu demək təkər doldurmaq üçün olan mayedir. Və başqa nəyimiz var burada?
Bu adaptör все. Bir də danqıratdır çəkmək üçün. Qoşqu üçün olan. Bunlar da inşallah yerləşdirəcək bura. Gedək maşınımızın nömrəsini bağlayaq. Bu arada 2024 ilə 25-in fərqini soruşsaz heç bir fərqi yoxdur. Eyni maşınlardır, yəni. Heç bir dəyişikliyi yoxdur. Səsləri də söndürək. Belə, gedək nömrəmizi bağlayaq, çıxaraq. Daha sonra yerdə qalan məlumatları da verərəm. Bir də bu arada əskilik və bu bir çox avtomobillərdə artıq belədir. Mən bu çoxdan da eşidirəm. Kart yoxdur. Kart gəlməyib. Yəni mənim maşınımda 2024-də gəlmişdi, amma məndən sonra demək olar ki 90%'ində eşidirəm ki kart gəlmir. Böyle bir itki deyil, amma kartın olması da kim üçünsə maraqlıydısa kartlar artıq gəlmir. Belə. Bir də bu arada maşın artıq 46 kilometre sürülüb. İndi bu hər dəfə avtobusdan düşürdüm, indir. Xarqosda falan yəqin ki onlardır. Belə. Onda sübut üçün çəkirəm ki, həm də qalsın. Videoda yaddaşda qalsın. Gələn adam başa düşsün ki, yəni bu hamısını mən sürməmişim. Abi o orta aşağı vurmurdum biraz ortasına. Necə ortasına? Bu qaranın ortasına. Yox, belə bağlanır. Belə bağlıysan? Ha. Bağla da, nə deyirəm ki? Yəni deşiyə görə düşənsə aşağı dələsin deşiyə. Yox, belə ortalama görsənsin deyə bu qaranın ortasına. Yox, həmişə belə bağlanır. Belə vurulur. Ha. Vur. Bir də məndən sizə məsləhət, istənilən bir fərq yoxdur. Amerikadan gələn, nə bilim, Çindən gələn avtomobilimizin dalıyca gələndə özünüz necə olsa bir dənə su gətirin şüşələri silmək. Çünki şüşə siləndə bəzən su olmur. Necə ki mənim halımda su yoxdur. Bir də əgər bayaqki kimi nömrə bağlamağa 5 manat əlavə vermək istəmirsinizsə, özünüzlə 6 dənə xırda bu şuruplardan, ya nə bilim nə qədər qoyacaqsınızsa da ərəsinə 2-2, 4-4 neçədən vuracaqsınızsa o qədər şurup gətirin, bir dənə də atverka gətirin, nömrənizi bağlayın, 5 manat da buradan qabaqsınız. Amma bekara şeydə də indi 5 manat indi yadınıza düşmədisə böyük itki yoxdur. Demək, maşının bütün bu terminal xərcləri falan filan bunların hamısını inşallah irəliləyən dəqiqələrdə hamısını deyəcəm. Bir də ilk olaraq gedək, demək, maşına benzin vuraq. Bu arada maşını qoyaq eko rejimə. Böyük sürətlə sürməyin təzə aldığınız maşını. Söhbət bunlardan gedir. Bunların kitabçasına əsaslanıb bunu sizə deyirəm, özümdən demirəm. Sürətiniz 90-dan yuxarı olmasın. Kör tır şoförlərinə özünüzü qoruyun. Və kəskin tormozlanmadan çəkinin. Yəni kitabçada yazılan bunlardır. Belə, indi isə ilk olaraq gedək bir 95 yanacağı tökək buna 10 manatlıq. Yanacaq olsun içərisində. Burada 3 xət yanır. Bu da o deməkdir ki 50 kilometrdən aşağı qalıb. Burada indi yanacaq bilməm 20 kilometrik qalıb, 30 kilometrik qalıb. O bilinmir. Və ilk yanacağımı vurduq. 95 ilə gördüyünüz kimi premiumla. Bir də bu arada maşına yanacaq doldurmamışdan qabaq mütləq şəkildə maşını söndürün, ondan sonra yanacaq vurun. Neyse, bu dediklərim ümumiyyətlə sokarda keçərli deyil. İstəyirsiniz maşını söndürün, söndürməyin, fərqi yoxdur. Niyəsə sokarda, birinci dəfə də sokardan vururam. İllər sonra sadəcə olaraq yolumun üstündə Lukoil olmadığı üçün məcbur buradan vurdum. Çünki neçə kilometr qaldığını bilmirəm.
Maşının benzin asılsın xarab eləmək istəmirəm. Ona görə tez bazar burada vurdum. 10 manatlıq vurdum. İnşallah ki bir problem yaratmaz. Sokardan açıq istifadə eləmirəm. İstifadə edənlər rəylərdə yazarlar razı və yaxud da narazı olduqlarını, amma mən illərdir Lukoil'dan istifadə edirəm. Mənimsə heç bir narazılığım yoxdur. İndiyənə kimi nə dizelindən, dizel sürən vaxtı dizelindən istifadə eləmişəm, 92-sindən də istifadə eləmişəm və son bir ildir də öz idarə elədiyim BYD Destroyer'da 95 yanacağından istifadə edirəm. Heç bir narazılığım da yoxdur. Burada gördüyünüz kimi göstərici göstərmədi. Bu maşını söndürmədiyi olur, bir də sokarda olur. Başqa mənim bildiyim yerdə olmur. Yanacaqla bağlı bilməm, sürətim mi çox qoyurlar, yoxsa necə olur, bilməm, hava vururlar, nə edirlər bilmirəm, karoçə, yəni haqlarına girməyim, amma olan şeydir, yəni sokarla bağlıdsa normaldır. Belə aslı sürətlə maşınımızı aparırıq üz evə doğru. Yolda yəqin ki göstərici düzələcək və yaxud da ola bilər söndürüb yandırsam düzələcək. 2 dəfə zapravkanın həyətində söndürdüm, yandırdım, xeyir olmadı. Sonra yadıma düşdü ki, burası sokardı. Belə şeylər normaldır. Hətta burada da göstərmiş. Demək, maşını gətirdi evə, servisə apara bilmədim, çünki servis hal-hazırda işləmir. Çox tıxac bizi geriyə atdı, 20-45 artıq saat. Demək, maşını gətirdim evə, qoydum o biri maşının adapteri ilə şarja, çünki təzəni açmaq istəmirəm, həm də 3 başlıqdır, Çin standartı iləndir. Hazır öz adapterimlə qoydum şarja, demək, indi bu kilovat artacaq burada, təxminən 4 saata da maşın tam full şarj olacaq və ən böyük tövsiyələrimdən biri, maşın gələn kimi onu mütləq şəkildə evdə şəraitiniz varsa evdə şəraitiniz yoxdursa mütləq şəkildə şarj stansiyalarında, harada ki GBT AC standartı uyğun gəlir, o haqda da lazım olsa videomuz olar. Həmən şarj məntəqələrində mütləq şəkildə şarj edin. Çünki maşınınız ən azı bu daşınma vaxtı ərzində ən azı 2 ay, 3 ay mı nə qədərsə yol gəlir. Gördüyünüz kimi gömrük həyətində də artıq 14% idi. Halbuki bu Destroyer avtomobillər 14%-ə qədər düşmür. Maksimum düşdükləri 18% olur sürüş vaxtında, amma gömrükdə qalıb gördüyünüz kimi 14%-ə düşmüşdü. Belə, indi sabahları apararıq ustaya, aralarını yoxlatdıracağım, nəylərə diqqət eləmək lazımdır, onlar haqqında sizə məlumat verərəm inşallah. Belə isə maşınla sürdüyüm qədərinə heç bir problem yoxdur. Yəni, nə tormozunda, nə peçində, kondisionerin hamısını yoxladım. Səs, küy falan heç bir şey yoxdur, Allah'a şükür. Heç olmamalıydı da, indi 1% də olsa ola bilərdi, amma şükür Allah ki, heç çıxmadı. İnşallah ki, irəliləyən dəqiqələrdə servisdə hansı yerlərinə baxdıq, nəyinə baxdıq, neynədik, hamısı haqqında məlumat verəcəm. Odometrimiz də oldu artıq 84 kilometr. Olsun 100'ə qədər. Mən elə bilirəm, heç kim bunu problem eləməz. Bu arada da maşına yüz üzürdük. Maşın tam 100%. Niye böyle pis görsənir? Tam 100% şarj oldu artıq. Gördüyünüz kimi 100% şarj. %100 şarjımız hazır. Bu arada kilometraj hələ də qalxmadı. Buna yəqin ki bir dəfə də benzin vurmaq lazımdır ki bu göstərici qalxsın. Amma sokarda yox. İndi onu da yəqin ki yeni gəlsə eləyər. Belə bircə qaldı bizim maşını ustaya aparıb tam yoxlatdırmamız. Onu da irəliləyən dəqiqələrdə görəcəksiniz və
nələri yoxlatdırmaq lazımdır, nələrə diqqət etmək lazımdır. Hamısını sizə bu videoda göstərəcəm. Servisə gedirik indi. Servisdə bizim servis vloglarını izləyənlər bilir artıq. Avtoprojekt servisdir, dediyim kimi. Yerləşmə yeri Koroğlu metrosunun yanıdır. Bax, gördüyünüz kimi bura Koroğludan üzü Fidana gedən yoldur. Yəni Fidan Şadlıq sarayına gedən yoldur. Tanıyanlar artıq tanıdı. İndi yerini də göstərəcəm. Demək, qabaqdakı birinci dairəni keçən kimi yolun sağ tərəfindədir. Bu arada bir kiçik bir şey də sizə xatırladım ki, maşın demək bu qaldığı dövrdə 100% ilə qoymuşdum. Bir neçə gün qaldı, açıq vaxtım yox idi. 92%-ə düşmüşdü. Və bu da Avtoprojekt. Gördüyünüz kimi də yazsaz Voice proqramında ünvan çıxır. Bəşir Bünyadzadə küçəsidir bura. Nömrələri də görürsünüz. 010 250 85 00. Belə, indi hansı prosedurlar olacaq burada, nələrdən keçirdəcək, hamısını sizə bir-bir göstərib izah edəcəm və sözsüz ki, qiymətləri də izah edəcəm. Demək, maşınımızı qaldırdıq. İndi usta, mən də bildiklərimi deyəcəm. Mən nələri yoxlatdırmaq istəyirəm. Əlbəttə ki, usta məndən çox bilir, daha çox qarşılaşıb. Ustaya da sualımız olacaq ki, yeni maşınlarda nələri yoxlatdırmaq lazımdır. İndi hal-hazırda oynaq hissələri yoxlayır. Oynaq hissələri yoxlayandan sonra altında qaldırıb baxacaq və sözsüz ki, korobkanın yağına, yəni sürətlər qutusunun yağına baxılacaq. 6 ilə bitirəndən sonra keçəcəyik mühərrikxanaya. Orada da mayeləri yoxlayacaq, mühərrik yağının səviyyəsini yoxlayacaq şufla, sözsüz ki. Təkərlər yoxlanıldı. Ümumi olaraq da mən də maşının altını görməmişəm. Ümumi alt hissəsində də baxış keçirilir. Ustanın dediyinə görə maşının demək gömrük terminalda gələndə və yaxud da Çində, bilmirəm, yüklənəndə zədələrin olması mümkündür. Yəni, necə gəldi, yükləyib boşaldanda zədələr qaçılmazdı. O yüzden altında yoxlayırıq. Mən zahirən baxdım, indi usta daha dərindən baxır. Ümumi yoxlanışa aid olan şeylərin hamısı bunlardır. Bəzi vaxtlarda atomla daşıma vaxtı şey falan tutur, paslanır atomla. Çatdırılanda bura ölkəyə daxil olanda, sürən vaxtı səs gəlir, tormuz basan vaxtı falan. Bu da bir müddətdən sonra keçir. Amma bəzi vaxtlarda dərin pas olanda keçmir. Yəni izahatı onda yüngülvari də olsa atomla sökülüb şirkopaya gedir. Naklavkar da ona uyğun biraz yoğundur. Avtoprojekt servisdə mümkündür bunlar? Bəli. Mümkündür. Tamam. Usta, maşının alt hissəsinə baxış keçirdin. Əsasən nələri yoxlayırdın? Onları deyəsən. Altında bəzi vaxtlarda daşınma zamanı avtokarlardan götürəndə batareyanın altını zədələyirlər və ya cızırlar falan. Onu olmansız onları yoxlamışlardı. İndi də daşınınca sökülüb, karapanyağı yoxlayırlar. Tamam. Demək, sürətlər qutusunun yağın dəyişim videosunda da göstərmişdim. Maşının iki yerdə demək yeri var. Buradan süzülmədir. Oradan sonra urbenin yoxlanmasıdır. Usta, səhvlənməmsə orada açanda yağ gəldisə bil ki, urben yerindədir, yoxsa? Bəzi vaxtlarda çox var maşınlar gələndə, xaricdən gələndə oradan axmır. Çünki zavod ona elə bir parametrə göndərir ki, minimum parametrdə maşın tam işləy vəziyyətində. Sadəcə sonradan davaqda olan ikinci dəfə yağ dəyişəndə falan, qarapa yağı dəyişəndə onda ki biz maksimum olaraq oradan tökürük və oradan axanda onun urbini ki bəs edir. Oradan axmalıdır mütləq. Bəli. Biz özümüz davaqda. Amma zavodun özünü göndərir tam minimum şəkildə, yəni oradan axmır. Sadəcə barmaq hiss olunur da, vuranda, oradan içəri salanda hiss olunur ki, orada yağlılıq var da, yəni yağ var. Anladım. Demək, yoxladıq, baxdıq. Bax, usta indi bax barmağı salır. Oradan biraz aşağı düşən kimi, baxın. Bir dəqiqə işıqda. Gördüyünüz kimi barmaq yağ içindədir. Belə yoxlanılır. Əgər sizdə barmaq salındı,
Yağ gəlmədisə bilin ki, yağın urvini aşağıda mütləq şəkildə dabafka olmalıdır. Demək, ümumi olaraq da bir söz deyim ki, bu korobka yağında yağ az gəlir söhbəti ustanın dediyinə görə mifdir. Usta bütün yoxlanışlarda indiyənə qədər BYD-də korobka yağının az gəlməsi ilə qətiyyən rastlaşmayıb. Milyonda bir maşında ola bilər bu rastlansın, milyonda bir. O da ki qeyri-mümkündür. Böyük ehtimal ki onlar ya yoxlanış zamanı, ya probkası necəsə olub, yəni o yağ axıdılıb gedib. Hər ehtimala yoxlatdıra bilərsiniz. Amma ki buna belə ən vacib, lazım olan şeylərdən deyil. Bu arada freonu da yoxlatdıracağıq. Bu prosedur qutarandan sonra bir dənə də hər ehtimala diaqnostik olunacaq və məncə yetərlidir. Demək, son olaraq da Tam maksimum. görə bildiniz də yəqin ki, bəli, Nöqtəsi göründü. var, düz nöqtədə. Kakınada çotki. Mühərrik yağımız da yerində. İndi keçirik freonun yoxlanmasına. Sizə deyim ki, bunlarda problem çıxması ehtimalı 1%-dən də aşağıdırsa, yəni bu indiyənə qədər yoxladıqlarımızı, freonun az olma ehtimalı 20-30%-dir. Yəni çalışın, bunları elətdirməsiniz belə, freonu da mütləq yoxlatdırın. Çünki bildiyiniz kimi BYD avtomobillərində demək, akkumulyatorların soymasında freondan istifadə olunur. Freonla soyur. Odur ki, mütləq baxdırın. İndi freonu bu aparat tam olaraq özünü çəkəcək və daxilində neçə qram olduğu görsənəcək. Bununla bağlı ayrıca mənim kanalda videom var idi, amma bu yeni maşındır deyə bunda da yoxlatdırırıq. Bu arada nəzərinizə çatdırım ki, 780 plus minus 10 qram olmalıdır. Qazı da yəni rahat tapılan da, hər yerdə tapılan R134 adı. İndi çəkir, gördüyünüz kimi. Çəkəndən sonra bura tam qramajın yazacaq. Az oldusa dabafka eləyəcək. Normasında oldusa təzədən aparat yenidən qazı qaytaracaq yerinə. Dediyim kimi 575 qram qaz çıxdı. Təxmin elə 200 qram dabafka olunacaq. İndi yağını yoxlayır slimasla. Demək, bu öz diaqnostikasını qutardı, aparat dartdı və sonunda yenə də göstəricini göstərdi. Usta indi təyinatını qoydu. 205 qram əskiliyi, yəni burada olan o 780 qramın əski olan hissəsində indi geriyə hamısını yükləyəcək. 575 qramın üstünə də öz əlavəsini edib qaytaracaq yerinə. Yəni bu proseduru eləməyimiz daha məqsəd uyğundur, çim korobkanın yağını yoxlatdırmaq. Bir də indi elektron diaqnostik olunacaq hər ehtimala və ümumi olaraq da beynin təmizlənsin ki, bundan sonra Allah eləməsin, nəsə problem olarsa da açıq-aşkar görünsün. Demək, hazır oldu. 780 qram freon vuruldu yerinə. İndi keçirik diaqnostika. Demək, ümumi yoxlanışdan da keçdik. Şükür Allaha, maşında heç bir problem aşkar olmadı. Diaqnostikada da heç bir problem çıxmadı. Demək, qiymətlərə indi gələk. Qiymətlər ümumi yoxlanış, diaqnostika daxil 45 manatdır endirimlə bizim kanaldan gələn izləyicilərimiz üçün. İstənilən maşın, istər Çangan olsun, istər BYD olsun və digər Çin avtomobilləri üçün fərq yoxdur. Plug-in, hibrid, nə bilim, elektrik avtomobilləri üçün qiymət 45 manatdır, ümumi yoxlanış və freon da əlavə olaraq çıxdı. Freonun yoxlanılması 20 manatdır. İstər qaz az olsun, çox olsun. Normasında olduğu yenə də 20 manat ödəniş edirsiniz.
Amma məndə məsələn 200 qram əskilik oldu. 100 qrama 10 manatdan vurulur. Demək mən elə 20 manatda ödənişi ödəyirəm. Yəni əlavə olaraq diaqnostikanın pulunu ödəmirəm. Yalnız da freonun pulu. İndi 300 qram əskilik olsaydı ümumi olaraq da 30 manat verəcəydim. Yəni 50 manat yox. Bir də bir xırda nüansı nəzərinizə çatdırım. Bu qiymətlər alqı-satqıya aid deyil. Alqı-satqı ilə bağlı əgər sualınız varsa qiymətləri bilmirəm. Aşağıda kontakt nömrələri var və videoda da göstərdim. 010 250 8500. Alqı-satqı ilə bağlı zəng vurun, maşının marka modelini deyin. Sizə qiymətlərini desinlər. Yəni 45 manat ona aid deyil. Onu zəhmət olunsa gəlib servisdən tələb eləməyin. Demək maşınımızı son dəfə gətirdik avtoyumaya. Bir dəfə yuyulub Çindən gələndən sonra indi ikinci dəfə yuyulacaq və tent tapmışam, dostlar sağ olsun. Tentə salacağam maşını ki təmiz qalsın. Ki hər dəfə maşını yuduzdurmayaq. Tenti keçdik. Bir gecə qaldı. Səhərsi mənzərə budur. Külək sağ olsun. Tenti abırsız gününə gətirib. Halbuki qapıların arasından, nə bilim bagajın arasından salıb istifadə eləmişdim. Bütün abırsız vida gətirib. Maşına təzədən dərman naporuna verdiyim 5 manat da getdi. Deyəsən sonunda 70 manat verib qaraja salası olacağım bu maşını da öz maşınım kimi. Belə videonu yekunlaşdıraq. Servisdə hansı işləri gördüyümüzü gördünüz, müşahidə elədiniz. Maşının qiyməti falan, yəni bunları açıqlamıram. Çünki həm maşın satışı məqsədi ilə gəlib, həm də bir də ki bu qiymətlər qaldı 2025-ci ildə. Yəni siz bu videonu 2026-da izləyəcəksiniz yəqin ki. 2026-da da yəni bu qiymətlər keçərli olmadığı üçün qiymətləri deməyimdə bir məna görmürəm. Ümid edirəm video faydalı oldu sizə. Faydalı olsa mümkünsə videonu bəyənin, paylaşın və kanala abunə deyilsinizsə kanala abunə olun. Və nə sualınız varsa yenə də deyirəm, BYD Destroyer ilə bağlı buyurub rəylərdə verə bilərsiniz. Hamını bir-bir cavablandıracağım. Özünüzə yaxşı baxın. İnşallah gələn videolarda səslənərik. Sağ olun.